Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə belə kiçik, şirin səbətlərin hazırlanmasını paylaşacağım. Bunun üçün bizə belə maye kleyi var. Mən bunu inşaat materialı olan yerlərdən əldə eləyirəm. Ağac kleyi də deyə bilərsiniz. PVA kleyi də deyə bilərsiniz. Bəzən izləyicilər soruşur ki, aboy kleyi ilə, kağız kleyi ilə əvəz eləmək olar. Kağız kleyi balaca qablaşdırmada almışam, eyni effekti verir. Amma aboy kleyini, düzünü desəm, bu formada istifadə eləməmişəm. Qatı olduğu üçün biraz su qatdım və həsir parçamı belə topla alıram, çünki çox istifadə eləyirəm. Əgər bir neçə kiçik səbət düzəltmək istəyirsinizsə, belə top həsir parça almaq istəmirsinizsə, hazır satışda kisələr var. Novruz kisələridir xonça üçün. Bunlardan alıb parçasını material kimi istifadə eləmək olar. Qablar isə ürəyinizcə olan istənilən dekorda qabı istifadə eləmək olar. Hətta bu şampunun alt hissəsini də oval səbət hazırlayacağam. İkisini yumru formada, birini isə oval formada. İlk öncə təxmini olaraq ölçünü götürürük, kəsirik və kleyli suya yaxşıca batırırıq ki, hər tərəfinə kley dəysin. Daha sonra qabın üzərində qabı qəlib kimi istifadə edirik. Qabın üzərində rezinlə sabitləyirik. Əgər istəsəniz, rezin vurmadan da birbaşa qabın içərisinə doğru keçirdib bu formada qurumağa qoya bilərsiniz. Tam quruyub, amma çıxartmamışdan öncə qulp üçün ayırdığım simləri göstərmək istəyirəm. Gül budaqlarından kəsmişəm. Vacib deyil, istənilən halda əyilən simdən istifadə eləmək olar. Və belə qalın kəndirim var. Ondan da qulp kimi istifadə eləyəcəm. Əgər belə qalın kəndiri yoxdursa, incə ipdən özünüz hörgü hazırlaya bilərsiniz. Hər zaman olduğu kimi bu dəfə də videolarımda müxtəlif modelləri göstərməyə çalışacağım. Hansı sizin zövqünüzə oxşuyursa, hansı sizə rahatdırsa, o formanı hazırlaya biləsiniz. İçərisindən çıxardanda görsəz ki, yəni tam quruyub, amma çıxmır. Biraz parçanı boşalda bilərsiniz. Yəni əlinizlə sürüşdürsəz, narahat olmayın, forması itmir. Səbətə uyğun hündürlüyü gözə yarı ayarlayandan sonra üzərinə həsir ip dolamağa başlayacağım. Sona qədər bu formada sadəcə olaraq bir müddət dolayandan sonra digər hissəyə keçəndə çətin olmasın deyə həsir ipdən biraz kəsdim ki, işim rahat olsun. Qulpunu istəsəniz içərdən və yaxud da kənardan yapışdırmaq olar. Hansı sizə daha xoşdursa, hər iki forma mövcuddur. Yəni həm səbətin içərisinə doğru hörülə bilir, bəzən kənar hissədə qalır qulplar. Yəni görüntü olaraq hansı ürəyinizcədirsə o formada hazırlaya bilərsiniz. Və ilk səbətimiz hazırdır. Çox şirin alındı gördüyünüz kimi. Kley tam quruyub, bu kleydə iz qalmır. Bu formada hətta həsir iplərdən müxtəlif formalı lüstrlar və yaxud dekor əşyalar və lampalar, svitilniklər düzəldilir. Qalın ipi isə bir ədəd yapışdırmayacağım. İkisini bir-birinə yapışdıracağım ki, həm qalın enli forma olsun, həm də əyilməsin. Yəni tək ip bəzən əyilə bilir, qulpa bənzəmir. İkisini yapışdıranda bir-birinə daha sərt olur və istədiyiniz formanı verə bilirsiniz. Son modelimizin kənarına isə kiçik dantelim var, onu yapışdıracağım.
Və bu səbətimiz də hazırdır. İndi isə kiçik çiçəklərlə bəzəyəcəm. Belə kağız güllərim var və tumurcuqdan istifadə edəcəm. İstəsəniz özünüz parçadan kiçik güllər hazırlaya bilərsiniz. Və rəng seçimi, sayı, yəni 2 ədəd, 3 ədəd tamamilə sizin zövqünüzdən asılıdır. Hər dəfə başqa formanı, başqa rəng uyumlarını seçdim. İstəsəniz tumurcuğu birbaşa deyil, belə kiçik hissələrlə kəsib yapışdıra bilərsiniz. Çünki səbətlər miniatürdür, çox kiçikdir və detallar nə qədər kiçik olsa, bir o qədər gözəl görünür. Son səbətimiz də tam hazırdır. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.